Salam əziz izləyicilər. Adalya Haq verilişində yenidən efirdəyik. Bizim bugün studiyamızın çox gözəl bir qonağı var və mən onu səbirsizliklə sizə təqdim eləmək istəyirəm. Bugün bizim studiyamızın qonağı Vəfa Musayeva. Vəfa Vəfa Musayeva kimdir? Özünü təqdim elə. Bax, Vəfa Musayeva Aha. təhsil işçisidir, həyat kouçudur və dağçıdır. Eyni zamanda mən onu da qeyd edeyim ki, Vəfa Musayeva Azərbaycanın Everestdə qalxan ilk qadınıdır. Yəni bunu mütləq Azərbaycan vətəndaşı olaraq Azərbaycan vətəndaşı olaraq bəli. İlk qadınıyam. Amma Vəfa qəhrəman kimdir? Vəfa qəhrəmanın kim olduğunu mənim özümə də maraqlıdır. Düşünürəm ki, mən də sizin kimi Vəfa qəhrəmanın bundan sonra haralara gedəcəyi və nə edəcəyi, həyatın hansı cığır açılacağı, mən də sizin kimi tamaşaçıyam, mənim özümə də maraqlıdır. Amma Vəfa Musayeva tərəfi artıq bəllidir, yəni işimlə, fəaliyyətimlə insanlar məni belə tanıyır. Qəhrəman hardan gəlib? Qəhrəman əslində mənə verilmiş bir belə deyək təxəllüsdür, deyilirdi hər zaman. Və günlərin bir günü mən o deyilən sözü götürdüm və sosial şəbəkələrdə istifadə etdiyim adımın qarşısında yazdım. O adı ora yazdım, amma həmişə mənə də maraqlı idi ki, nə üçün qəhrəman, nə üçün məni belə görürlər, nə üçün mənə bunu belə deyirlər. Hardasa Everestdə biraz özünü göstərdi. Ondan sonra insanlar daha çox şərh yazırdılar ki, hə, Vəfa qəhrəmandır, oradan da qəhrəman, qəhrəman qadın, qəhrəman ana, qəhrəman müəllim. Daha çox belə mənim statuslarımın yanına qoyuldu və gördüm ki, orada artıq bir qəhrəman özünü biraz göstərməyə başladı. Biraz o enerjini verməyə. Yəni hardan gəldiyini, nə üçün gəldiyini, mənim adımın yanında nə etdiyini artıq sanki qəhrəman özü-özündə göstərməyə başladı. Adın təsir oldu. Adın, bəli, ola bilər, yəni ola bilər. Keçmişdə belə idi də, insanlar ad vermirdilər uşaqda olan kimi, hansısa bir həyat yaşayırdı, yaşayanda hansısa bir qəhrəmanlıq göstərirdi, hansısa bir iş görürdü, həmin işin də müqabilində o insana ad verilirdi, amma indi belə deyil. Bu ad da mənim gördüyüm işdən daha qabaq gəldi, amma mənə həmişə maraqlı idi ki, görəsən bu mənim həyatıma nə gətirəcək. Məncə indi qəhrəman özünü daha çox doğrulduqdur. Artıq insanlar da o sualı vermirlər ki, bu qəhrəman nədir, hardan gəlibdir? Daha çox istifadə edilməyə başlayıbdı. Mən amma deyim ki, mən səni ilk tanıdığım gündən nömrəni elə qeyd eləmişəm. Vəfacan, qəhrəman. Elə də qeyd eləmişəm, qəhrəman. Hətta mən deyərdim ki, Musayeva soyadını Everestdə qalxdıqdan sonra mən bildim ki, sənin əsl soyadın Musayeva imiş, qəhrəman deyildi. Çünki mən elə beynimdə ancaq Vəfa qəhrəman olaraq tanımışdım səni. Mən bildiyim kimi təhsil işçisi, həyat koçu və hal-hazırda isə dağçı, dağlara gedən, hikinqlə məşğul olan bir xanım. Necə oldu ki, təhsildən həyat koçluğuna, həyat koçluğundan dağa belə bir keçid elədiniz? Necə oldu məsələsində mən hər zaman geri dönəndə belə görürəm bu səhnəni ki, mən olduğum sinif otağında da çox xoşbəxt idim müəllim kimi. Çünki o işi çox sevirdim, sevirəm və hal-hazırda da yenə də müəllimlik mənim həyatımın bir hissəsidir. Məsələn, çadır düşərgələrində mən həm də bir müəlliməm, mən həm də bir pedaqoqam, təlimçiyəm. Mən yenə də tələbələrlə, şagirdlərlə, müəllimlərlə işləyirəm, insanlarla işləyirəm. Yəni mənim öyrədən tərəfim yenə də ordadır. Bu qaçılmazdır mənim üçün. Və orada olarkən baxırdım ki, hər şey doğrudan gözəldir. Mən zövq alıram, proses gözəldir. Böyüyürəm sinif otağında, dərs otağında, auditoriyada. Yəni bura mənim üçün çox gözəl bir yerdir. Amma müəyyən bir amma orada ola hiss edirdim ki, qəlbimdə hiss edirdim ki, bu mənim sərhədlərim deyil. Yəni bu otaqdan daha belə deyim, hüdudlarını keçməliyəm, hüdudlarını aşmalıyam. Amma o zamanlar sözün açığı mən bilmirdim ki, bu necə baş verəcək. Yəni mən bu hüdudu necə aşacağam, bu mənim heç ağlıma da gəlmirdi. Mən bilmirdim. Mən hər zaman düşünürdüm ki, bəlkə bu təhsillə əlaqəli olacaq. Yəni sırf öz işimlə əlaqəli olacaq. Çünki təhsil yönümdə baxsan, təhsil tərəfdən də baxsan, yəni mən öz üzərimdə çox işləmiş bir pedaqoqam. Yəni istər burada təhsilim olsun, xaricdə təhsillərim olsun, peşəkar inkişafa yönümlü. Demək olar ki, bir müəllim kimi hər an özümü belə deyim də invest
Everest hər an özümə yatırım Yatırım qoyurdum, bəli, və hər an özümü inkişaf elətdirirdim. Yəni o tərəfimi çox inkişaf elətdirirdim. Fikirləşirdim ki, yəqin bu qədər gücümü və enerjimi bura qoymuşamsa, yəqin bu təhsillə əlaqəli bir şey olacaq. Amma 2016-cı ildən artıq mən təbiətə və dağlara aktiv olaraq gedəndən sonra baxdım ki, mənim həyatımın artıq daha çox hissəsini də eyni zamanda təbiət və dağlar təşkil edir. Amma sonra üfüqdə Everest göründü. Üfüqdə Everest göründü. Amma mən sözün açığı belə ona uzaqdan bir dağ kimi baxırdım ki, bu dünyanın ən hündür dağıdır, maliyyə baxımından ən bahalı dağlardan biridir. Ona görə mənə üfüqdə görünürdü. Amma zaman keçdikcə görünür ki, bu mənim həyatda etməli olduğum bir missiya idi, bir iş idi və o mənim həyatıma gəldi və mən belə deyim də ondan qaçmadım. Ondan belə üzümü çevirmədim. Dedim ki, əgər sən gəlmisənsə, mənim həyatıma, məni çağırırsansa, mən 100% bunu edəcəm və beləliklə də Everestə artıq ciddi şəkildə başladım hazırlaşmağa, dağlara getməyə. Ona görə belə, amma yenə də dağlara da gedərkən, yenə də bu gün mən daha çox Everestlə tanınıram, nəinki müəllimliklə. Amma yenə də görürəm ki, hətta Everestdən sonra bayaq da hekayələrdən danışırdıq. Demək ki, mənim müəllimlik tərəfim və dağçılıq tərəfim birlikdə bir insanlara, ondan sonra özümə və dünyaya və cəmiyyətə təsiri ola bilər, təsir gücü. Çünki biri var, sən sadəcə bir dağçısan, fiziki olaraq dağ dırmanışı edirsən. Vəssalam, bu bir işdir, bitdi. Bir də var ki, sən bir müəllimsən, sən anasan, sən öyrədənsən. Sən o zaman dağlara getməyə də fərqli baxırsan və o ikisi birləşəndə, gələndən sonra təlimlərdə olsun, görüşlərdə olsun, ustad dərslərində olsun, sən başa düşürsən ki, hə, sən artıq Everest sənin üçün böyük bir məktəbdir ki, sən oradan öyrənirsən və bunu insanlara çatdırırsan. Ona görə indi bu ikisinin qarışımı, sözün açığı mənim çox ürəyimə yatır. Nə gözəl. Mənim işimi daha çox mənalı edir. Mənim işimə daha başqa fərqli bir perspektiv gətirir və dəyər qatır, fərqli bir işıq tutur. Hansı ki, mənim üçün çox maraqlıdır. Çünki biz bu gün müəllimlər danışanda məsələn deyirlər ki, mənim falan təhsilim var, falan yerlərdən sertifikatlarım var, falan yerdə təcrübə keçmişəm və s. Amma mənim müəllimlik təcrübəmin yanına bir də bir həyat təcrübəsi gəlibdi, hansı ki, çox qiymətlidir və çox az insana nəsib olmaq deməyək, çox az insan bunu özünə hədəf qoyub bunu edər. Məncə də, yəni burada bir güc lazımdır insana. Bəli. Ona görə əsas o gücü verən nə idi? Əsas o gücü verən nə idi? Bilmirəm, bəlkə də bax bu çox incə sualdır da, o gücü verən nə idi? Bunu hələ də mən biraz da araşdırıram, biraz da baxıram falan, amma bəzən o olmalı şey olur da. Məsələn, bu gün siz burada bu podkastı çəkirsiniz. Siz cavab verə bilərsiniz ki, fikir idi, ağlıma gəldi, plan idi, amma mənim inancım bu idi ki, bu olmalıdır. Burada siz müəyyən insanlarla görüş etməlisiniz, bu söz deyilməlidir və bu da ünvanına çatmalıdır. Yəni mən düşünürəm ki, bu artıq həyatın bir ssenarisidir. Dilşad xanım bunu gerçəkləşdirir. Və mən də düşünürəm ki, Everest sadəcə olaraq gerçəkləşməli olan Azərbaycan tarixi üçün, Azərbaycan qadını adına gerçəkləşməli olacaq bir iş idi, bir missiya idi. O sadəcə olaraq belə deyək də mənim öhdəliyimə düşdü və onu mən gerçəkləşdirdim. Ona görə o gücü hardan alıram deyəndə fikirləşirəm ki, o tarixdəki o sıfır boşluğunu gördüm ki, niyə Azərbaycan xanımı yoxdur burada? Niyə yoxdur? Bu sual mənim qədərimə çevrildi və fikirləşdim ki, bu qədər sual etməkdənsə bu sualı cavablaya bilərəm. Bu potensialı gördüm özümdə və belə deyim də, əşyalarımı yığdım, getdim. Nə yaxşı ki, getdin. Bəli, nə yaxşı ki, getdim. Amma yenə də deyirəm ki, bax, nə yaxşı ki, getdiyimi özümə şəxsi olaraq götürmürəm ki, mən nə yaxşı ki, bunu eləmişəm. Amma mən deyərdim ki, mən indi bu verilişimizə uyğun olaraq biz qadınlara yönəlik bir nələrdənsə danışırıq, qadınlara motivasiya olsun deyə, onlara stimul olsun deyə. Mənə elə gəlir ki, bir çox qadına işıq yolu oldun, hətta mənim özümə belə. Mənim bu həyatda özümə mayak kimi götürdüyüm bəzi qadınlar var. Mən bunu hər yerdə, hətta xanımların özlərinə belə etiraf eləyirəm ki, o xanımları mən özüm üçün mayak götürmüşəm. Məsələn, media cəhətdən jurnalistikanı bir Lenta Azda səhv eləmirəmsə indi çalışır Səbinə Əvəz qızı var.
Mən o xanımı uşaqlıqdan, hətta universitetim tamam fərqli istiqamətdə idi. Mən özüm də Dillər Universitetini bitirmişəm, amma o jurnalistikanı sevdiyimi və mən o xanımın sayəsində o jurnalistikanı sevdim. Onun duruşu, danışığı, həyat tərzi, yəni gülüşü, hətta gülüşünü belə mən jurnalistika ilə heç bir əlaqəsi yox idi, amma mən onun gülüşünə görə o jurnalistikanı, medianı sevməyə başlamışdım. Və mənim üçün həyatımda bir işığı yandırmışdı. Mən bilirdim ki, bir mayaqdır. Daha sonra tərcümə fakültəsini seçməyimin əsas səbəbi, məsələn, o zamanlar Ulu Öndər Heydər Əliyevin tərcüməçisi Rauf. Mən hər zaman onu özümə mayaq kimi görürdüm ki, mən tərcüməçi olacağam. Mən prezidentin tərcüməçisi olacağam. Sadəcə tərcüməçi oldum, amma prezidentimizə çox şükür ki, ehtiyac yoxdur tərcüməçi. Bəli, həqiqətən. Ehtiyac yoxdur tərcüməçi, amma mən yəni onu özümə bir stimul olaraq götürüb və həyatıma həqiqətən də mən tərcüməçi olacağam deyib və onu fikrimdə tutub oldum. O istiqamətdə də oldum. Ondan sonra məsələn qadınlarla işləmək, özünü inkişaf elətdirmək, bir xanım var, hal-hazırda çalışmır. O vaxt Şəms Qadınlar Cəmiyyətinin ictimai birliyi idi, Mingəçevirdən idi xanım. Mən bu gün onunla danışıram, yenə də söhbət edirəm və mən ona özünə də deyirəm ki, sən mənim həyatıma işıq oldun. Yəni o özü də bilmədən, mən sadəcə onda 21-22 yaşında gənc bir qız idim. Təlimlərə gedirdim, seminarlara, konfranslara gedirdik. Bir həftəlik orada qalırdıq, təlimlər keçirdik. Amma onun mənim həyatımda rolunun nə qədər böyük olduğunu mən ona hər dəfə xatırladıram. O sadəcə bəlkə də təlim keçirdi. O bilirdi kiminsə həyatına işıq olacaq, amma mən onu özümdə hiss eləyirdim. Ki o 22 yaşında mənə verilən o təlim, o xanımın duruşu, o xanımın həyat eşqi, o xanımın başqa bir xanımlara, hətta orada bəylər də vardı, amma ən çox qadınlara da belə deyim, qadınlara olan bir stimul verməsi, dəstəyi məni indi daha gücləndirir və indi mən əminəm ki, Vəfa, bəzi həyat insanların çöküşləri, qalxışları, necə deyim, dibə düşürsən, qalxırsan, belə bir şeylər olur ki, həyatda. Və mən sənin o Everestə çıxmağını görəndən sonra biz bilirsən ki, illərdir tanıyırıq və ilk tanışlıqda heç mən bilmirdim ki, və heç sən özün də bilmirdin ki, 10 il sonra mən dağçılıqla məşğul olacağam, dağçılıqdan sonra Everestə qalxacağam. Yəni o bəlkə də kimsə desə biz gülərdik də. Hə, çünki müəlliməlik, ingilis dili falan bunlar hara gəlir, dağçılıq hara. Amma bu sən gedəndən sonra, o dağa qalxandan sonra mən özümdə fikirləşdim ki, yəni hələ bir söhbət eləməmişik, heç bir şey eləməmişik və mən səndən fəxr elədim. Eyni zamanda da dedim ki, demək ki, bir qadının, bir ananın istədikdən sonra həyatda bacarmadığı heç bir şey yoxdur. Elədir. Bəlkə də indi bu podkastı izləyən bizim xanımlar da var ki, onlar da hardasa oturub belə qara-qara düşünürlər. Hər hansı bir problemləri var, amma əmin olsunlar ki, ondan çıxmaq yolları mütləq ki vardır. Və o yol hansı yol ola bilər? Təbii ki, qonağımız sən olduğun üçün səndən sorursaq və Everestdə qalxmış bir xanım kimi, bunları bir qadın kimi, daha doğrusu xanım deməyək də, bir qadın kimi, bir ana kimi necə, hansı yollardan, nələrə dözməlidirlər, nələrdən keçməlidirlər bu qadınlar? Öncəliklə o qadınlar da bilməlidirlər ki, şübhəsiz ki bilirlər, amma bizə biri də xatırladanda daha çox fərqindəlik yaradır. Bilməlidirlər ki, fərqi yoxdur. Everestə çıxan qadın da qadındır. Bəli. Və onun üçün də bu iş asan başa gəlməyibdir. Bəzən biz uğurlu qadınlara kənardan baxanda deyirik ki, yəqin ki buna belə dəstək oldular, yəqin ki buna maliyyə belə ayrıldı, yəqin ki buna biz, yəni onun özündə gücdən çox, yəni ətrafı daha çox belə müzakirə edirik. Amma biləsiniz ki, yəni Everestə çıxan qadın da qadındır və Everestə çıxmaq, mən hər zaman deyirəm ki, işin ən asan hissəsidir. Bir ana kimi evi planlama, uşaqlar bir ay ərzində nə edəcəklər, dərsə necə gedəcəklər, gələcəklər, nə yeyəcəklər, kim baxacaq, kim qayğısına qalacaq, belə olarsa necə olacaq. Bu planlama Everestin özünü planlamadan mənə daha çətin və daha uzun başa gəldi. İkinci bir tərəfi evlə, ailə ilə bu belə olmadı ki, günlərin bir günü mən oyandım, dedim ki, mən Everestə gedirəm. Bunu zamanla işləmək, onlarla psixoloji cəhətdən onları hazırlamaq bu yolculuğa. Çünki Everest deyəndə hər kəsin gözünün qarşısına birinci bir şey gəlir ki, getdin, qayıtmaya bilərsən, ölə bilərsən və bu çox yəni doğru bir məlumatdır. Bunları psixoloji cəhətdən hazırlamaq, mən nəyə görə bunu istəyirəm, nəyə görə bu olmalıdır və s. Ona görə bu çox çətin bir məsələdir, bu uzun bir məsələdir, uzun bir yolculuqdur.
Ona görə qadınlar bilsinlər ki, bu gün hətta belə suallar da verirlər ki, sən artıq Everestə çıxmısan, yəqin ki, sənə artıq şəhərdə olan bütün işlər, heç bir çətinliyin olmaz da, yəni sən bütün işlərin öhdəsindən asanlıqla gələrsən. Düzdür, çətinliklər insanı daha belə deyim, əsnək edir, çətinliklərə qarşı daha dözümlü edə bilir, daha səbirli edə bilir və s. Amma sonuçta biz qadınıq, biz insanıq. Everestə çıxmaq o demək deyil ki, güclüyük və bu güc axıra qədər var. Ara sıra mən də o dibə enmələr yaşayıram, yenidən özümdə güc tapmalıyam. Bunların hamısı hardan keçir? Sualını verən qadınlara cavab budur ki, sən özün baxırsan ki, nədir səndə çatışmayan? Nədir səni narahat edən? Nədir sənin yorğunluğun? Bəlkə sənin sadəcə bir istirahətə ehtiyacın var. Bəlkə sənin sadəcə olaraq bir planlamaya ehtiyacın var. Bəlkə sadəcə olaraq evdə bu qədər işin arasında sənin sadə bir köməyə ehtiyacın var ki, özünlə məşğul ola biləsən, öz arzuna diqqət edə biləsən, nə istədiyinə fikir verə biləsən. Bir də bizim əsas məsələlərdən biri, əsasən Azərbaycan qadınlarında mən bunu çox görürəm ki, biz qadın olaraq bizim həmişə ana tərəfimiz ağır basır, övlad tərəfimiz ağır basır, həyat yoldaşı olaraq ağır basır və bu əslində çox gözəldir. Bunların dəyəri çox dəyərlidir. Amma biz özümüzü bunların arasında itiririk. Və çünki biz məsələn söhbət edəndə qadınlarla görsən ki, hamı övladından danışdı, evdən danışdı, yoldaşından danışdı və s. amma özündən, öz arzusundan, öz istəyindən, ümumiyyətlə sual vermək ki, mən bu dünyaya nə üçün gəlmişəm? Nə etməliyəm? Əgər bu sualın cavabı evdə deyək ki, övladlarınız var, 3 övladınız, 5 övladınız, onları yetişdirməkdir, yaxşı övlad kimi yetişdirməkdir, cəmiyyətə gözəl bir insan yetişdirməkdir, çox gözəl. Əsas budur ki, siz o məqsədinizi görəsiniz. Əgər görürsünüz ki, yox, sizin ana olmaqdan başqa da bir məqsədiniz var, siz təkcə ana olmaq üçün gəlməmisiniz, ona diqqət eləməlisiniz. Məsələn, mən ana olaraq, yəni zövq alıram analıqdan, övladlarımı yetişdirməkdən, onları müşahidə etməkdən, həyat yoldaşı olaraq, evin içində bir insan olaraq o mühitdən mən zövq alıram. Amma eyni zamanda başa düşürəm ki, mən ancaq bu həyata bunu etmək üçün gəlməmişəm. Mən başa düşürəm ki, mənim təyinatım bu deyil. Və o zaman sual var idi ki, bəs nədir sənin təyinatın? Bəs sən nə etməlisən? Ona görə bizim qadınlar mənə elə gəlir ki, mənim düşüncəm də budur ki, biz daha çox özümüzü ana olandan sonra, ailə həyatı qurandan sonra itiririk və tapana qədər bir xeyli müddət çəkir ki, biz kimik, nə istəyirik, bu həyata nə üçün gəlmişik? Güc tapmaq üçün də, mənə görə insan güc tapmaq üçün bütün hər şeyi kənara qoyub, bütün işləri, məsuliyyətləri kənara qoyub bir özü ilə baş-başa qalmalıdır ki, mən kiməm? Nə istəyirəm? Nə hiss edirəm ümumiyyətlə? Özümü necə hiss edirəm? Biz o qədər alışmışıq ki, kimsə evdə sual verəndə ki, məsələn, mama necəsən, ana necəsən, desən ki, yaxşıyam. Amma doğrudan da baxıram mı yaxşıyam? Nə qədər yaxşıyam? Bəlkə mən yaxşı deyiləm, bəlkə mənim daha fərqli bir şeyə ehtiyacım var. Yəni insanın özündən fərqindəliyi, özündən belə deyim, özü ilə münasibəti və kontaktı nə qədər güclü olarsa, bir o qədər də fikri aydın olar və bir o qədər də nə edəcəyini aydın görər. Bu o demək deyil ki, insanlar qarşısına doğrudan da iri miqyaslı planlar qoymalıdırlar, dünyada nə bilim inqilablar, çevrilişlər eləməlidirlər. Xeyr, sadəcə olaraq yenə deyirəm, o nədirsə onu tapanda insan daha xoşbəxt olur. Başa düşürsən ki, sən nə üçün çalışırsan da. Məsələn, dil öyrənən deyir ki, mən bu ingilis dilini neyniyəcəm? O biləndə ki, bunu nə üçün istifadə edəcəm? Bəli. Motivasiyası olur. Məsələn, idmana gedir, deyir ki, mən neyniyəcəm bu idmandan? Amma görəndə ki, hə, o daha fitdir, daha gözəldir, daha sağlamdır. Nə bilim, geyim əynində daha gözəl görəcək, daha gözəl quruluşu olacaq və s. motivasiyası olur, gedir. Ona görə baxmaq lazımdır ki, bizi motivasiya edən nədir? Biz kim olmaq istəyirik və bax bu kimi şeylərdən hamısına diqqət edə özümüzü yetişdirə bilirik, özümüzü daha yaxşı anlaya bilirik. Bax belə. Nə gözəl. Vəfa qəhrəmanının həyatı. Vəfa qəhrəmanının həyatı bir hekayə ya bir roman olsaydı, o kitabın adı nə olardı? O kitabın adı nə olardı? Əslində biz kitabımıza ad axtarırıq. Bu illər öncə koçluq oxuyarkən bizim tapşırıqlardan biri öz kitabımızı dizayn etmək idi. Və bizim müəllimimiz, hocamız bizə dedi ki, bu o demək deyil siz yazıcı olacaqsınız, mütləq kitab çıxarmalısınız, amma mən əminəm ki, burada nə etmisinizsə, bu ya kitab formasında, ya layihə formasında necəsə həyata keçəcək. Mən o zaman sarı rəng götürmüşdüm
kartdan və kitabın üzünü dizayn eləmişdim. Heç mən onda bilmirdim ki, Everestə gedəcəm, amma mən orada Tibeti çəkmişdim. Oradan olan o görüntülər ağlımda qalmışdı. Tibetdir, orada olan yoldur, ağaclardır və s. Günəşdir, dağlardır və yazmışdım ki, orada belə bir başlanğıc yazmışdım ki, zirvədən öncəki rəqs. Zirvədən öncəki rəqs. Orada təbii ki, mənim ağlıma gələn zirvə idi və rəqs, mən rəqsi çox sevirəm, amma mən rəqsi təkcə bir rəqs kimi baxmıram. Mən indi rəqsi məsələn tamamilə başqa cür təcrübə edirəm. Hiss edirəm ki, rəqs edəndə mənim enerjim, mənim ruhum necə dəyişir, hansı formalara düşür. Mən hətta hiss edirəm ki, rəqs edərkən necə sağalır insan. Bəli. Hansı ki, biri var açıq yaralardır. Sən onu görə də bilirsən, göstərə də bilirsən, amma elə daxildə olan bəlkə elə çapıqlar, elə yaralar var ki, heç sən onu bilmirsən, amma hiss edirsən ki, səni nəsə incidir. Harandasa nəsə incidir. Bax, məsələn, rəqs edəndə hiss edirsən ki, o rəqs, o ritm, o musiqi həmin nöqtələri sanki dəyir, toxunur və onu sağaldır. Ona görə rəqs mənim həyatımda biraz da fəlsəfi mənası var, təsiri var və eyni zamanda. Ona görə o ikisini birləşdirib qoymuşdum zirvədən öncəki rəqs. Elə o ağlıma gəlir. Kitabın adını da elə qoyarıq. Zirvədən öncəki rəqs. Çox gözəl, çox gözəl. Demək ki, siz həm həyat koçu olaraq bu manifestlərə, enerjilərə də yəqin ki, inanırsınız. Siz özünüz də bilmədən o vaxt həmin o zirvəni də arzulamısınız və o zirvədən öncə də bəlkə də rəqs də eləmisiniz orada. 100%, 100%. Belədir. Manifestləmək, görmək, düşünmək bu bəzən bizim bilincli olaraq etdiyimiz şeydir, amma bəzən də heç bilmədən də etdiyimiz şeylərdir. Mənə elə gəlir ki, bu manifest dediyimiz bir şey bilinçli olaraq deyil, bilmədən dediklərimiz daha tez baş verir. Əlbəttə. Hansı ki bizim həyatımızda var, gəlir, yoldadır. Amma artıq həyat onu, dünya onu bizim dilimizə gətirir. Söz olaraq, cümlə olaraq, fikir olaraq, sual olaraq və s. artıq o bizim kəlmələrimizə tökülür və oradan artıq mən hətta bəzi insanlar bəzi şeyləri təkrarlayarkən, danışarkən kənardan baxıram, deyirəm ki, hə, yaxın gələcəkdə gözləyir də artıq bunun, yəni bundan xəbəri yoxdur bəlkə. Bir insan onu dedikcə, yaşadıkca, bu təcrübəni dəfələrlə təkrarladıkca artıq sən hardasa tutursan həyatın ritmini, başa düşürsən ki, bunu deyirəmsə, bu qədər istəyirəmsə, demək ki, bu gəlir, bu yoldadır. Və biraz bu işdə belə puxtələşəndən sonra kənardan insanları müşahidə edəndə deyirsən ki, tələsmədə, yəni ora çatacaqsan, ora varacaqsan, amma biraz yol lazımdır. Yəni doğrudan da elədir. İnsanın içinə hər hansı bir fikir dolursa, onu eləmək istəyirsə, mənə də elə gəlir ki, o artıq o insan hazır hiss eləyir özünü. Təbii ki. Bundan əvvəlki proqramımızda biz o haqqda da söhbət elədik. Səyahətlər Azərbaycanı tanıdıqdan sonra sən artıq özün istəyəcəksən ki, başqa bir yeri. Bəzən olur mənə sual verirlər ki, Azərbaycanı gəzmisiniz? Deyirəm ki, bəli. Hər yerini deyirəm ki, bəli. Yəni bəzən olub ki, bir rayona bəlkə də 2 dəfə, 3 dəfə də getdiklərim olubdu. Bəli, mən Azərbaycanı gəzmişəm və o Azərbaycanın hər bölgəsinin hansı mədəniyyətdə, hansı tərzdə olduğunu, yeməklərindən tutmuş, insanların xarakterinə qədər artıq insan bildikdən sonra həqiqətən də yeniliyə açıq olur və yenilənir. Yeniləndikdən sonra da insan istədikcə istəyir, arzuladıqca arzulayır. Əlbəttə, kəşf etmə duyğusu insanı canlı saxlayır. İnsanı canlı saxlayır, həvəsli saxlayır, enerjisini hər zaman bol edir. Çünki kəşf etmək arzusu belə bir şeydir ki, insanı daima hərəkətə keçirir. Beləliklə o dediyin kimi həm təamları, həm dilləri, həm insanları, həm mədəniyyətləri kəşf eləmək. Əlbəttə. Bir qadın olaraq xoşbəxtsinmi? Bir qadın olaraq xoşbəxtəmmi? Mən düşünürəm ki, bir insan olaraq ümumiyyətlə xoşbəxtəm. Xoşbəxtəm o baxımdan ki, özümü hiss edə bilirəm. Bax, özümü hiss etmə, bu dünyanı hiss etmə, bu mənə həzz verir. Bu mənə xüsusi bir duyğu verir və mən bunu xoşbəxtliyə adlandırıram. Və məsələ mənim üzüm gülür, mənim ürəyim gülür və nəticədə xoşbəxtəm məsələsi deyil. Hətta çətin durumda belə o durumu anlamaq,
o durumdan gələn dərsi görmək və ya da nəticəni çıxarmaq və ya da o durumdan sonrakı gələn, yəni o prosesin özünü görmək və zövqünü yaşamaq da insana bir xoşbəxtlik verir. Yəni düşünürəm ki, xoşbəxtlik elə birbaşa fərqindəliklə əlaqəli bir şeydir. Yəni məsələn, biri var bu gün burada oturmuşam, suallara texniki cavab verirəm, gedirəm vəssalam da bu mənim fikrimdən silinir gedir bir günə, iki günə. Bir də var burada müəyyən duyğuları canlandırmaq, hiss eləmək, sualları hiss eləmək, cavabları hiss eləmək. Bax bu fərqindəlik insana xoşbəxtlik gətirir. Ona görə mən düşünürəm ki, bölməyəcəm ana kimi xoşbəxtəm, qadın kimi xoşbəxtəm. Düşünürəm ki, mən insan kimi rahatam. Yəni həyatdan zövq alıram. Həyatdan zövq alıram. Ne gözəl. Həmişə xoşbəxt olun. Təşəkkür Mən edirəm, bunu arzulayıram. qarşılıqlı. Yəni bir qadın olaraq, bir insan olaraq fərqi yoxdur. Həmişə xoşbəxt olmağı arzulayıram. O vaxtlar toya gedəndə ümumiyyətlə hər hansı bir təbrik eləyəndə bir insanlar bir-birinə xoşbəxt olun deyir. O söz mənim üçün çox adi gəlirdi ki, xoşbəxt olun. Nə deyir bu hamı ilə bir-birinə ancaq xoşbəxt olun deyir. Başqa bir söz bilmirlərmi onu desinlər, amma mən böyüdükcə bu sözün nə qədər mənalı və nə qədər dərin mənası olduğunun fərqinə vardım və dedim ki, əslində çox gözəl söz imiş. Mən hətta indi kimisə ad günü təbrik eləyəndə belə deyirəm ki, çox xoşbəxt ol. Və çox xoşbəxt olmaq həqiqətən də çox gözəl bir söz imiş və başqasına bunu arzulamaq, sanki o xoşbəxt olduqca insan özü də xoşbəxt olacaqmış kimi bir his gəlir adama və xoşbəxt olmaq doğrudan da çox gözəl bir şeydir. Təbii ki, Dişat bu belədir. Çünki bizim ola bilməz ki, bizim ətrafımızda insanlar bədbəxt olsunlar, miskin olsunlar, amma biz xoşbəxt olaq. Təbii ki, Ona təbii görə ki. ətrafımızda da xoşbəxtlik, rahatlıq, sülh qonşularımıza, ətrafımıza, ailəmizə, dostlarımıza arzulamaq bu birbaşa bizim özümüzün xoşbəxtliyimizin qarantiyası deməkdir. Bəli. Mən elə gəlir ki, özünü sevən, ondan sonra özünün də rifahını düşünən insan, mən elə gəlir ki, özündən öncə ətrafına xoşbəxtlik və huzur və bərəkət arzulamalıdır ki, o da onların ətrafı, sənin ətrafın nədirsə, sən də onun üstə gəlib çıxandan sonra sənsən yəni. Ona görə bizim ətrafımız nə qədər deyirik, qonşusu ac olan necə xoşbəxt ola bilər də? Yəni bu qeyri-mümkün. Amma səndə hamı hər şey qaydasındadır, hamı xoşbəxtdir, hamı tətmindir. Sən burada miskin olmağın artıq qeyri-mümkündür. Enerji, yaxşı enerji nə qədər çox olsa, bir o qədər də yayılır. Əlbəttə ki. Ona görə hətta o duanı etmək belə insanın özünün ürəyini rahatlaşdırır. Özün xoşbəxt olursan, yəni o duanı etməkdən belə xoşbəxt olursan, birinə xoşbəxtlik arzulamaq. Elədir. Çox sağ ol Vəfa, çox təşəkkür edirəm. Çox gözəl bir söhbətimiz oldu. Mən əminəm və bir daha dönə-dönə deyirəm ki, qadınlar və ya da əsasən də bizim xanımlar izləyirlər, ona görə deyirəm. Onlar mütləq ki, bir motivasiya, bir stimul götürəcəklər bu danışıqdan. Özlərinin həyatlarında hər hansı bir o götür-qoy elədikləri məsələlər onları da yerə qoyacaqlar və özlərini düşünəcəklər birinci, özlərini düşündükdən sonra artıq davam eləyəcəklər və sonda Azərbaycan qadını çox qısa olaraq nə demək istəyərdin? Mən hər zaman danışıram, onu özümə deyirəm, amma indi özümə dediyimi də sizlə paylaşıram. Mən hər zaman bir yerə gedib çatanda, məsələn, dağa gəlmişəmsə, dağın ətəyində deyirəm ki, Vəfa, madam ki, burdasan, qoy bu dağ yolculuğu sənin ən gözəl yolculuğun olsun. Yəni bunu doya-doya yaşa. Hansısa yeni bir şəhərə, ölkəyə gedəndə, hansısa bir evə gedəndə, qonaq gedəndə fərqi yoxdur. Harasa gedəndə deyirəm, madam ki, burdayam, qoy bu ən gözəl olsun. İndi mən qadınlarımıza da, ümumiyyətlə bütün insanlara, kimlər ki bizi izləyir, deyirəm ki, əzizlərim, dostlar, gözəl insanlar, madam ki biz bu dünyaya gəlmişik, madam ki burdayıq, biz müvəqqəti burdayıq, gəlin elə yaşayaq ki, həqiqətən də çox gözəl olsun. Belə. Çox sağ ol Vəfa, çox təşəkkür edirəm. Mən təşəkkür edirəm, sağ ol. Çox gözəl, əziz izləyicilərimiz, bəli, bugünkü Adalya Hub verilişimizin qonağı Vəfa Musayeva idi. Vəfa xanım özünü çox geniş təqdim elədi və siz əminəm ki, Vəfa haqqında daha çox məlumatlar ala bilərdik sadəcə. Veriliş müddətinə həm də çox uzun olanda insanlar dillənmirlər. Yəqin ki, bu qədər qısa məlumatlar yetərlidir və sizin üçün əsas oldu ki, motivasiya edici və stimul verici bir söhbət oldu. Hər hansı bir gözəl şərhləriniz, təklifləriniz və yaxud da ki, iradlarınız varsa, onları da yaza bilərsiniz. Biz bütün təkliflərə və iradlara açığıq. Biz onları cevablaya da bilərik. Hətta suallarınız varsa, təklifləriniz varsa, onları da dəyərləndirə bilərik. Çox sağ olun. Gələn görüşlərdə görüşədək. Sağ olun. Hələlik, çox sağ olun.